İslamda ən müqəddəs məsələlərdən, mövzulardan biridir ailə dəyərləri və ailə üzvlərinin bir-birinə münasibəti. Ötən söhbətimizdə qeyd elədik ki, ailə üzvlərinin bir-birinə qarşı vəzifələrindən və haqlarından biri də ailədəki çətinliklərə səbr etməkdir, dözməkdir. Gərək ailə başçıları yaranmış çətinliyə səbr eləyələr və qeyd elədik ki, öz övladlarına da bu səbri gərək təlqin eləyələr, öyrədələr. Söhbət burada təbii ki, təbii yaranmış çətinliklərdən gedir. İnsanın özünün bilə-bilə yaratdığı çətinliklərdən gedmir. Mümkündür ki, ailədə ailə başçısı bilə-bilə özü bir çətinlik yaratsın və məcbur eləsin ki, qarşı tərəf gərək dözə və səbr eləyə. Və əlində də əsası bu ola ki, hədislərdə deyilməyib ki, gərək səbr eləyəsən. Xanım Zəhra məgər səbr eləmirdi çətinliyə, sən niyə səbr eləmirsən? Amma burada məsələnin dərinliyindən agah olanda görürsən ki, bu özü nəyəsə xatir bilə-bilə bu çətinliyi yaradıb. Bu çətinlik ki, qarşı tərəfi səbr etməyə tövsiyə eləyir, hətta bəzən vadar eləyir, məcbur eləyir. Bu bilə-bilə yaranmış, qəsdən yaranmış bir çətinlikdir. Ailə başçısının imkanı var, ailəsini gözəl, yüksək səviyyədə saxlasın, amma eləmir, bilə-bilə onu müəyyən məhrumiyyətlər içərisində saxlayır. Bu, dinimizin göstərişi deyil. İnsanın boynunda haqdır ki, ailə qurduğu qadının boynundakı haqları versin. Onun palından, paltarından tutmuş, yeməyindən, içməyindən tutmuş, onun yaşayış evindən, məskənindən tutmuş, yüksək səviyyədə. Özdə hədislər buyurur ki, əgər kişinin buna imkanı çatırsa, bilə-bilə bunu eləmirsə və yaxud da bilə-bilə öz xanımını məhrumiyyət içərisində yaşadırsa, bu düzgün deyil. Hədislər bunu qınayır. Günahdır bəzi hallarda. Ona görə də söhbət burada təbii çətinliklərdən gedir. O çətinlik ki, bəli, elə, yəni vəziyyət belə gətirib də. Birdən əgər məsələn imkan olsaydı, lap yaxşı. Eşidir Həzrət Əli əleyhissalam zahidanə yaşayıb, tərk-ü dünya olub, sadə yaşayıb, sadə həyat tərzi sürüb. Bu da belə eləmək istəyir, yox. Onun barəsində biz danışmışdıq. Ki, Əli əleyhissalam o cür yaşayırdı, çünki öz dövrünün tələbi bu idi. Əli əleyhissalam xəlifə idi, gərəkdir ki, cəmaatın içərisində ən kasıb yaşayan insanın səviyyəsində yaşaya ki, o gecə rahat yata ki, mənim də xəlifəm elə mənim halımdadır, mənim vəziyyətimdədir. Əli əleyhissalam o borc bilirdi özünə. Amma bir adam ki, adi rəiyyətdəndir, yəni bir mühüm vəzifə sahibi deyil, boynunda haqq yoxdur, əgər imkanı varsa, gedirsə, özü üçün zahidanə bir həyat tərzi seçir və nəticədə ailə, uşaq da onu da məcbur eləyir buna, bu olmaz. Əksinə hədis buyurur ki, sən əgər imkanın varsa, yaxşı yaşa və yaxşı, əlbəttə ki, halalından. Yaxşı yaşa, halalından və yaxşı yaşat. Söhbət bundan getmir. Söhbət ondan gedir ki, təbii yaranmış bir çətinlikdir ki, buna gərək ailə başçıları birinci növbədə səbr eləyə və səbri övladlarına da təlqin eləyələr. Tərəflərin vəzifəsidir ki, həyatın enişli, yoxuşlu zamanlarında, vaxtlarında gərək səbirli olalar. Yaranmış çətinlikdən səbirsizlik eləməyələr. Baxın, səbr haqqında bir neçə hədis var. Hədislərdən istifadə etdiyim mətləbləri hüzurunuza ərz edəcəm. Əlbəttə, hədislərin bir çoxunda oxumuram. Amma bu sözlər ki, deyilir, sırf hədislərin bizə dediyi sözlərdir. Hədislər buyurur ki, insan gərək mənəviyyatının üzərində işləyə. Necə maddiyyatı üçün çalışır, qazanır, eləcə də mənəviyyatının üstündə çalışmalıdır. Səy göstərməlidir ki, insan böyük və zəngin mənəviyyat sahibi olsun. Necə çalışır ki, maddiyyatımı artırım, pulum olsun, varım olsun, dövlətim olsun. İnsan çalışmalıdır ki, mənəviyyatını da o cür artırsın.